Məncə kartofu bir də belə bişirməyən çox şey itirir. Gəlin, Zəzə sizə çox sadə ərzaqlarla hazırlanan, amma inanılmaz ləzzətli bir kartof yeməyi resepti versin. Ərzaqların siyahısını açıqlama bölməsində qeyd etmişəm. Əvvəlcə qovrulacaq ərzaqları kub-kub doğrayıb, yağa düşənə qədər qovuraq. Bura istəyənlər göbələk də əlavə edə bilər. İçliyi tamamilə zövqünüzə görə dəyişə bilərsiniz. İçlik hazır olduqdan sonra keçək sadə bir beşamel sosu hazırlamağa. Kərə yağını əridib, içinə unu əlavə edək və unun xam qoxusu çıxana qədər qovuraq. Ardınca südü, duzu və mütləq istiodu əlavə edib sos qatlaşana qədər bişirək. İndi isə keçək kartoflara. Ən yaraşıqlı kartofları seçib qabıqlarını soyuruq. Sonra içlərini bu alətlə və ya sadəcə qaşıqla oyuruq. Azca ədviyyatlayıb qızardaq. Qızardılmış kartofları soba listinə düzək və içlərini hazırladığımız ləzzətli içliklə dolduraq. Eyni tavada kartofları qızartdığımız yağda 2 qaşıq tomat pastasını qovurub azca su əlavə edək. Sosu kartofların üzərinə gəzdirib 10 dəqiqə bişməyə göndərək. 10 dəqiqə sonra sobadan çıxarıb üzərinə beşamel sosunu əlavə edək və 200 dərəcədə təxminən 10-15 dəqiqə bişirək. Və budur, görünüşü ilə göz oxşayan, dadı ilə doyumlu kartof yeməyimiz hazırdır. Ümid edirəm bu resept xoşunuza gələcək. Fikirlərinizi rəy bölməsində yazmağı unutmayın. Gələn reseptlərə dək hələlik!